Ayrılmanın özü bir nəticədir. Gözlərini bağlayırlar və elə bilirlər ki, hər yer qaranlıqdır. Yəni məhkəmələrdə də nəyi müşahidə eləyirəm ki, mən ən birinci o sualı verirəm ki, burada hörmət qalıb ya yox. Çünki Eyni tərəflərdən baxsaq, həmişə eyni şeyləri yaşayacağıq. Əslində birinci növbədə insanın ehtiyacı olan şey onun özünü tanımasıdır. Əslində bizim praktikada daha çox gördüyümüz cütlüklər yox, təkliklər olur. Daha çox qadınlar bunu daha yaxşı eləyirlər, qadınlar. Biz kimi nə ilə ittiham eləyiriksə, həmin adamla o cür davranır. Yəni ki, bu səbəbə görə boşanmaq düzgündürmü? Bax, seçməliyik ki, mən haqlı olmaq istəyirəm, yoxsa problemi həll etmək istəyirəm. Elə an oldu ki, elə heç vaxt qadın olmayıb. Zamanlar güclü qadın, heç mən o termini xoşlamıram. O zaman qadına kişi hormonu lazımdır. Bax, bunlar kişilərin çox bacarmadığı şeylərdir. Xoşbəxt ailə qurmaq üçün üç şərt, əsas hansı şərt olmalıdır ki, doğrudan ailə xoşbəxt olsun? Salam əziz izləyicilər. Vəkil kimi məhkəmə təcrübəmdə ailə mübahisələri və boşanmalarla bağlı çox sayda işlərlə qarşılaşıram. Bu proseslərin hüquqi tərəfini görsəm də, onların arxasında ciddi psixoloji səbəblərin dayandığını da müşahidə edirəm. Bu səbəbdən psixoloq Elmir İskəndərovu dəvət etmişəm və ailə münasibətləri barəsində müzakirə edəcəyik. Eyni zamanda qeyd etmək istəyirəm ki, Elmirlə həm də mən bir sinifdə təhsil almışıq və ünsiyyətimizin daha səmimi olacağına inanıram. Elmir, salam, xoş gəlmisən. Təşəkkür edirəm ki, bugün şənbə günü vaxt ayırdın və mənim dəvətimi qəbul edib iştirak edirsən burada. Çox sağ olun. İlk sualımı vermək istəyirəm. Elmir, səncə ailələrin dağılma səbəbi nədir? Yəni insanlar harda səhv edirlər? Təşəkkür edirəm. Deməli, əlbəttə ki, hər bir ailənin özünə görə problemləri olur. Bunlar spesifikdir, xüsusidir. Sadəcə birinci növbədə bəlkə işlətdiyimiz ifadəyə bunu dəyişmək lazımdır məncə. Ailə dağılması çox ağır bir ifadədir. Və biz işlətdiyimiz ifadəyə görə sonra o ifadəyə uyğun duyğu yaşayırıq. Bu dərin və daha neqativ bir ifadə olduğuna görə mən təklif edirəm ki, bunu ayrılma və ya boşanma ilə əvəz eləyək. Çünki ola bilər ər və arvad bir-birindən ayrılırlar. Amma burada uşaq faktoru da var. Yəni bütün ailəmi dağılır, bütün ailənin dağılmaması üçün, yəni sanki hərənin bir tərəfə pərən-pərən düşməməsi üçün biz gərək bu ifadəni işlədək ki, sadəcə olaraq həyat yoldaşları artıq birlikdə yaşamamağa qərar verirlər. O ki, qaldı bunun səbəblərinə. Əslində ayrılmanın özü bir nəticədir. Əslində səbəb o son nöqtə deyil. Bəzən silsilə şəklində bunlar gəlir, ancaq tərəflərin biri və ya hər ikisi məsələni görməzdən gəlirlər. Bir sıra məsələlər var, amma onlar bunu görmək istəmirlər. Gözlərini bağlayırlar və elə bilirlər ki, hər yer qaranlıqdır. Yəni mən nəyi qeyd eləmək istəyirəm? Ünsiyyət məsələləri əsasən çətin hesab edirəm ki, çətindir bu şəxslər arasında. Yəni məhkəmələrdə də nəyi müşahidə eləyirəm ki, tərəflər bir-biri ilə ünsiyyətə, kontakta çox çətin girirlər. Yəni bir-birinə aqressiya duyğuları daha qabarıq görünür, eşitmək istəmirlər. Ola bilərmi ki, burada həm xarakterin toqquşmaları və digər faktorlar, yəni bir-birlərinin belə deyim, hörmətin artıq olmaması. Mən hesab edirəm, hətta mənə də yaxınlaşanda ki, Vəsinigar xanım boşanmaq istəyir və s. mən ən birinci o sualı verirəm ki, burada hörmət qalıb ya yox. Çünki hörmət axırıncı hesab edirəm ən son pikdir. Əgər hörmət yoxdursa, təbii ki, o ailənin qalmağının da mənası yoxdur. Amma ünsiyyətin çətinliyi, tərəflərin bir-birini anlamamağı, anlamaq istəməməyi və öz dediklərinin son sözlərinin sübut eləmələri və s. hesab edirəm ünsiyyət problemləri ən qabarıq bir faktorlardan biridir. Doğrudur, əlbəttə ki, bəli. Birinci növbədə aradakı o ünsiyyət, o pərdə, dediyiniz kimi o hörmət, bunlar hər daim qorunmalıdır. Baxın, biz bir-birimizlə hər hansı bir mövzuda ola bilər ki, anlaşmayaq. Ola bilər ki, fikirlərimiz üst-üstə düşməsin. Burada nəinki heç bir problem yoxdur. Hətta bu bir zənginlik sayıla bilər. Nə gözəl. Sən fərqli tərəfdən baxırsan, mən fərqli tərəfdən baxıram. Eyni tərəflərdən baxsaq, həmişə eyni şeyləri yaşayacağıq. Bəli. Bu da sıxıcılıq, monotonluq olar.
Elə lap yaxşı da sən başqa bir tərəfdən bax, mən başqa bir tərəfdən baxım. Sadəcə olaraq bizdə problem odur ki, hamı haqlı çıxmağa çalışır deyə, Bəli. hamı qarşı tərəfdən gözləyir deyə, heç kim məsuliyyəti üzərinə Kompromisə heç kəs getmək almır deyə, istəmir. Bəli, bəli. heç kim o xarakter deyilən şey nədirsə, o şəxsiyyət deyilən şey nədirsə, o mənlik deyilən şey nədirsə, ondan bir addım belə uzaqlaşmaq istəmir deyə hər şeyi qarşı tərəfin üzərinə köçürür, bütün problemlər ondadır və o nə isə həll eləsin. Amma əslində heç kəs ideal deyil. Yəni ideal insan yoxdur. Sadəcə olaraq bu xarakter bir-birlərinə belə deyim, güzəşt etməyi öyrənməlidirlər əgər cütlüklər. Mən və bunların ilkin olaraq bu xarakterlərin üst-üstə düşməməsi ilkin etapda bunların şəxslərin bir-birlərini tanımamaqlarından irəli gəlir. Məsəl üçün nəyi qeyd eləmək istəyirəm? Bu dədə-babadan nişanlılıq dövrü, tanıma dövrü əbəs yerə olmayıb. Yəni insanlar bir-birini tanımalıdırlar və ən azından fikirləşməlidirlər ki, mən bu şəxslə yaşayacağam, həyat gün yoldaşı olacağam. Bu insan məni qıcıqlandıracaqmı? Bu məsələləri baxılmır. Artıq deyirlər keçər. Hətta belə deyim, münasibət dövründə bu tanışlıqda sən artıq insanın xarakterini duyursan, mənlə razılaşarsan. Baxmalısan ki, bu anası haqqında nə fikirləşir? Baxmalısan bu keçmiş münasibəti haqqında nə fikirləşir? Baxmalısan bu görüş vaxtına gecik gəlirmi, tez gəlirmi? Yəni burada sonra düzələr kimi faktorlar mənə elə gəlir ki, bu məsələləri də daha çox qabardır. Əslində birinci növbədə insanın ehtiyacı olan şey onun özünü tanımasıdır. İnsan özünü tanıyarsa, özünə uyğun insanı seçməsi rahat olar. Amma özünü bir tərəfə buraxıb ancaq başqalarını tanımağa çalışdıqca fikir verin tanıyıb qutara bilmir. Heç cür münasibət qura bilmir. Çünki onun olmadı, bu birisinə olmadı, bu birinə olmadı. Niyə olmadığını bilmir. O biri niyə oldu onu da bilmir. Ona görə daha sonra ailə həyatında problemlər çıxır. Birinci növbədə insan özünü tanımalıdır. Onsuz da özünə oxşayan bir insanı. Kimin ona uyğun olduğunu və ya olmadığını müəyyən eləməlidir. Bəli, bəli, bəli. Yəni ki, öz xarakterini bu adam bilsin. İkincisi, ən əsas məsələlərdən biri. Biz birlikdə yaşayacağıq, amma nə sən mənim tanıdığım adam olasan axıra qədər, nə də mən. Həyat dəyişiklik deməkdir. Mən səndə olan dəyişiklikləri də qəbul etməliyəm. Özümdə olan dəyişiklikləri də yaxşı müşahidə etməyi bacarmalıyam. Axı mən 25 yaşındakı kimi qalmayacağam, qalmamalıyam. Faktiki olaraq qalmır da. Yaş artdıqca dünya görüşü və Burada s. hətta biz dəyişikliyi bəzən problem kimi deyirik. O belə deyildi. O bizim böyüməyimizə bir təkan olur. Bizim inkişafımız deməkdir, dəyişmək deməkdir. Yəni bu dəyişməyin içərisində mən qəbul etməliyəm ki, yaxşı, bu adam indi belədir. Amma bu dəyişəcək, müəyyən dəyişikliklər baş verəcək, eyni şey məndə baş verəcək və mən bu dəyişikliklərlə birlikdə yaşayacağam. Yoxsa 5 il əvvəl sərf eləyirdim, 5 ildən sonra yox, sən biraz dəyişdin, belə oldu, elə oldu, maraq dairən dəyişə bilər, hər şey dəyişə bilər. O zaman da mənimki səndən qutardı, belə olmaz. Bu deməkdir ki, mən yerimdə saymışam. Sənin də yanında çoxsaylı cütlüklər yaxınlaşır. Yəni bu problem ailə daxili münasibətlərlə bir-birlərindən şikayətləri əsasən nə olur? Yəni aydın məsələdir ki, ailəni saxlamaq istəyirlər. Amma əsas qlobal nə şikayətlər olur ki, bu ailəni belə deyim ki, bu zəlzələdən qorumaqları üçün. Əslində bizim praktikada daha çox gördüyümüz cütlüklər yox, təkliklər olur. Çünki yəni daha çox qadınlar həqiqətən həll etməyə meylli olurlar. Kişilər daha çox görməməyə meylli olurlar. Təbii ki, qadınlar gördükcə daha çox problem yaşayırlar. Kişilər görmədikcə daha az problem yaşayırlar. Çünki problemin özü də axı bizim verdiyimiz mənaya görə dəyişir. Ancaq oturub həll etməyə, belə deyək, kompromisə getməyə, gəl mən də müəyyən şeylər ortaya qoyum, sən də müəyyən şeylər ortaya qoy. Bunu həll edək, ortaq məxrəcdə görüşək fikri mənim müşahidəmə görə daha çox qadınlar bunu daha yaxşı eləyirlər. Bəs şikayətləri nədədir? Yəni əsasən onlar nədir şikayət? Bu maddimi çətinlikdir, xəyanətdirmi və ya ayrı digər sosial məsələlərmidir? Yəni şikayətləri nədir ki, bu günləri ən qlobal ki, hansı ki doğrudan təsir eləyir bu ailə münasibətlərinə? Hər bir forma var burada.
Amma inanın ki, bəlkə də ən axırıncı bunların içində maddiyyat gəlir. Əsasən bəlkə də bir üst başlıq altında bunları toplasaq, hörmət deyə bilərik. Bıyaq dediyimiz hörmət. Ailənin ailə kimi görülməsi deyə bilərik. Yəni tutaq ki, kişi qadından müəyyən hərəkətlər gözləyir və bunu görə Diqqət bilməyəndə gözləyir. problem olur. Eyni şəkildə qadın kişidən bunları gözləyir və bunu görə bilməyəndə problem olur. Və maraqlı burasındadır ki, biz kimi nə ilə ittiham eləyiriksə, həmin adamla o cür davranır. Yəni aqressiv dediyimiz adama gedib aqressivlik göstərir. Məsəl üçün mənə də müraciət eləyəndə çox son zamanlar mənə diqqət göstərmir kimi boşanma səbəbi ilə yaxınlaşırlar ki, mən səbəb nədir? Mənə diqqət göstərmir. Yəni ki, bu səbəbə görə boşanmaq düzgündürmü? Yəni diqqət göstərməməyə görə və yaxud bu diqqətin arxasında ayrı digər məsələlər var ki, çox vaxt müşahidəmə görə də və praktikamda görə də kişilərin çoxu özləri boşanmağa getməyə meylli olmurlar. Evdə elə şərait yaradırlar ki, qadın artıq məcbur olur ki, yəni ailə Kişi qoruma münasibətlərində instinktdədir deyə istəmir. yəni ailə qadın məcbur olur. Yəni kişilər amma evdə həmin diqqətsizlik, saymamazlıq, bəzi xanımlar var ki, deyir ki, məni saymır, artıq hansısa deməli ailədən kənarda münasibəti ola bunu mənə deyir, etiraf eləyir. Artıq bu kişi burada gözləyir ki, xanım özü getsin, sənədləri versin, boşanmaya müraciət eləsin və s. Yəni ona görə bunu mən vurğulamaq istəyirəm ki, burada bu günləri həmin o diqqətsizlikdir və s. digər hər bir halda bunlar hamısı gəlir hörmətə dayanır ki, əgər hörmət bitdisə, deməli ailə münasibətləri Bilirsiniz, bu boşanmanın səbəbləri deyirik, niyə boşanmalar artıb da? Əslində boşanmaların artmasının bir nömrəli səbəbi boşanmanın artıq rahat bir seçim olmasıdır. Belə olunca adam hərrəm-fırrəm onu seçir. Əvvəllər ideal idi demirəm. Niyə boşanma bir seçimdir demirəm. Amma insanlar fərqində olmadan, çünki heç kim boşanmaq istəməz də durduğu yerdə. İnsanlar fərqində olmadan bunu bir seçim kimi yuxarı başa çıxarıblar və orada gedirlər buna dəyirlər, buna da gedirlər bura dəyirlər, ortada da onu götürürlər. Asanlaşıb. Yəni asanlaşıb və bu günləri sosial şəbəkənin, yəni informasiya mübadiləsinin açıq olması, əlçatanlı olması, bu əsas səbəblərdən biri kimi qiymətləndirmək olarmı? Əlbəttə, dünən deyək ki, birisi öz həyat yoldaşının, bu fərqi yoxdur, qadın ya da kişi, öz həyat yoldaşını 2 nəfərlə müqayisə eləyirdisə, bu gün 7 milyardla müqayisə eləyir. Bu gün qarşısına sosial şəbəkədə hər cür çıxan formada insanla müqayisə eləyir. Üstəlik axı sosial şəbəkədə hamı idealdır, hamı əladır, hamı xoşbəxtdir. Həmin ailələrə mən marketinqin qurbanı deyirəm. Nəyə görə? O baxırlar bu lüks hədiyyələr, evlər, maşınlar və evdə oturan bir evdar qadın əgər həmin maddi nemətləri yox deyir, niyə mənim olmasın? Və qısqanclıq zəminində, yəni ki, buna sövq eləyir, yəni tələb eləyir ki, get, al, gətir. Amma bu ailəyə gələndə bu şərait olmayıb. Yəni ki, bunlar da bir faktor kimidir. Məsələ, bir problemi həll etmək istəyirsə insan, onun üçün qoyduğu sualı düzgün qoymalıdır. Biz sual qoyuruq, ona görə həll edirik məsələlərimizi. Məsələn, sual qoyanda ki, sən mənə nələr edirsən? Bunun cavabı heç də pozitiv gələ bilməz. Neqativ bir çox informasiyalar tökülür oradan. Bir də var ki, mən sual qoysam ki, bu problemdə aramızda yaşanan bu problemdə mənim payım nədir? Mənim dəxlim nədir? Mənim hissəm nədir? deyə özümə yönəlik sual verəndə mən bu məsələnin həlli üçün ciddi bir addım atmış olaram. Burada məsələ haqlılıq məsələsidir. Biz orada itiririk. Mən deyirəm, mən haqlıyam, sən deyirsən, sən haqlısan. İki haqlı, iki xoşbəxtliyi tapmayan adam olaraq ya davam edirik, ya da ayrılırıq. Bax, seçməliyik ki, mən haqlı olmaq istəyirəm, yoxsa problemi həll etmək istəyirəm. Problem həll elə olmur. Gərək biz öz üzərimizə götürək və o şəkildə həll edək. Heç bir şey bir tərəfli deyil, heç bir şey bir mənalı deyil. Ailə quruldu, hər şey gözəl, amma bir müddət sonra baxırsan ki, qadın qadınlıqdan vaz keçdi.
Niyə? Çünki onun artıq övladı oldu. O birbaş elə ana oldu ki, elə bu heç vaxt qadın olmayıb. Ha, qadınlığı buraxdı. O zaman kişi artıq baxır ki, bunun qadını yoxdur. Və ya əksinə, kişi çox romantik idi, çox anlayışlı idi, çox qayğı göstərirdi. Bunlar bir evin içinə girdilər, kişi oldu iş adamı. Vəssalam. Ancaq işi var, başqa heç nəyi yoxdur. Bunun ancaq dostları var, başqa heç nəyi yoxdur. Yəni ailə məsuliyyətini dərk eləmir ki, mən ola bilər də dünən saat 12-də 1-də gəlirdim, amma da 12-də 1-də gələ bilmərəm. Axı da mənim ailəm var. Bax, hələ infantil deyirik də, Bəli. uşaqlıqda qalıb. Yəni o böyüyə bilmir, yetkinləşə bilmir ki, mən məsuliyyət götürməliyəm. Mənim ailəm var və ya bir qədər sonra da övladım ya da övladlarım var. Mən bunlara qarşı məsuliyyət daşıyıram. Burada söhbət çətinlikdən, əziyyətdən getmir ha. Söhbət xoş bir şəkildə məsuliyyət daşımaqdan gedir. Hamı övladını sevir. Amma bu sevgini necə ona bildirmək, ona göstərmək? O artıq sevdiyin adamın tərzinə görə olmalıdır. Yəni mən öz tərzimə görə səni sevə bilmərəm. Sənin tərzinə görə sənə sevgi göstərməyim daha düzgündür. Bu günləri sosial şəbəkələrdə də bayaqları qeyd elədik. Ümumiyyətlə güclü qadın, tək sosial şəbəkələrdə yox, ümumiyyətlə bu son zamanlar güclü qadın, heç mən o termini xoşlamıram. Yəni qadın zəif olmalıdır və s. və güclü qadının bu ailə münasibətlərinin dağılmasında rolu nə kimidir? Və yaxud doğrudanmı güclü qadın güclü olub, maddi, yəni asılılığı olmayan bir xanım artıq ailəyə istəmir bağımlı olsun, istəyir sərbəst olsun, ayrı həyatı olsun və öz həyat yoldaşına, cütlüyünə qulluq etmək istəmir. Bunun rolu varmı, yoxsa bu ancaq bir deyimdir belə deyim? Burada deməli güclü qadın hissəsi, yəni bəyət o anlayış əslində qadını kişi ilə bərabərləşdirmə layihəsidir da belə deyək. Bəli. Bu da axı mümkün deyil, təbiət olaraq Bəli. mümkün deyil də. Biz hara filansaq bu mümkün deyil. Hüquqi olaraq bərabər ola bilərik, amma yəni quruluş olaraq, hər şey olaraq qadınla kişi təbii ki, fərqlidir də. Yəni iki kişi bir-birindən fərqlidir, iki qadın bir-birindən, ümumiyyətlə insanlar bir-birindən fərqlidir. O ki qala qadın və kişi olsun da bu. Burada güc deyəndə söhbət əgər maddiyyatdan gedirsə, biz ona baxmalıyıq ki, bizə güclü deyəndə nəyi təlqin edirlər? Sadəcə maddiyyatı, başqa heç nə. Bəli. Ya qadın başqa necə güclü ola bilər ki? Əgər maddiyyatı güc olaraq qəbul etməyə könüllüyüksə, ona bir şey deyə bilmərəm. Amma məncə maddiyyat güc deyil. Güc maddiyyatı təmin edə bilər, amma maddiyyat güc deyil. Güc bir mübarizəyə səsləyir insanı. Və o qadın artıq yavaş-yavaş kişiyə çevrilir. Baxın, tədqiqatlar bunu göstərir. Qadın kişinin işlərini gördükcə Kommunalları ödəyir, bazarlığı eləyir. Yəni bəli. avtonəqliyyat vasitəsi xarab olanda təmirə Bəli, aparır. bəli, Bu bəli, artıq Bax, qadınlıqdan bütün yox, bu kişidən. kişi işləri deyək də, dırnaq içində Bəli. deyirəm əlbəttə ki, bu zaman qadına kişi hormonu lazımdır. Kişilik hormonu qadına o zaman ehtiyacdır. Və qadında bilirsiniz, qadında kişilik hormonları var, kişilərdə qadın hormonları var. Sadəcə cinsiyyət orada fərqlənir ki, kişidə kişi hormonları daha yüksək dərəcədədir deyə o olur kişi, o biri də qadın. Amma bu dəfə qadına bu işləri görmək üçün kişilik hormonu bol-bol ifraz eləməlidir, daha çox ifraz eləməlidir. Bu dəfə artıq qarşında qadın görə bilmirsən. Baxırsan ki, o da bir kişidir. Kişi də baxır ki, mən yəni kişi ilə yaşamaq üçün ailə qurmamışdım axı. Mən qadınla yaşamaq istəyirdim də. Yəni zəriflik, mərhəmət, şəfqət, övladlarına qarşı sevgi, bax bunlar kişilərin çox bacarmadığı şeylərdir. Hansı ki, qadınlar bunun zirvəsidir. Qadın bunları itirməyə başlayır yavaş-yavaş. O da olur zəhmli, o da olur aqressiv, o da olur xaos. dırnaq içində güclü. Artıq başlayırlar iki qoç Bəli. bir qazanda baş qaynatmağa. Təbii ki, O da mümkün deyil. Bir də bu ailə daxili münasibətlərin deməli korlanması ərəfəsində hansı, nə zaman mütəxəssisə müraciət olunmalıdır ki, yəni boşanmalar artmasınlar? Təşəkkür edirəm. Çox gözəl sualdır bu. Əlbəttə bu gün statistik olaraq boşanmaların sayı kifayət qədər çoxalır. Ancaq hər halda elə düşünmür ki, bu ailələr bütün hər bir yolu yoxlayıblar, əllərindən gələn hər şeyi ediblər, ancaq artıq çarə olmayıb, son çarə olaraq boşanmaya üz tutublar. Bu heç də belə deyil. Və burada ən nəzərdən qaçırılan məsələ məhz bax bu mütəxəssis məsələsidir.
Yəni məsələn bu gün boşanma sizə də məsələn müraciət edəndə nə olur? O bir mediasiyadan Bəli, keçməlidir. bəli. Mediasiya nədir? Barışıq. Mediasiya odur ki, bir bax gör, əsəbləşmiş ola bilərsiniz, falan problemlər ola bilər. Bəlkə nəsə bunun bir yolu var. Amma o təbii ki, o nöqtəyə gələndə artıq bir çox şeyi dağıtmış ola bilər. Ancaq nə gözəl olar ki, bu gün o şəkildə müraciət edən insanlar da var. Bu çox sevindirici haldır. Gənc ailədirlər. Hətta mən sizə deyim ki, nişanlı şəkildə müraciət edənlər var. Hətta nişanlanandan əvvəl müraciət edənlər var. Bax ki, biz bir-birimizə uyğunuq yoxsa yox. Məndə belə bir fikirlər var, onda belə bir fikirlər var. İndi bir dənə siz düşünün, bu cür ailə qurmaq var. Bir də necə gəldi qurmaqlar. Ona görə planlı şəkildə, ailələr də planlı şəkildə olmalıdır. bəli, ağılla Həm ailə qurulmalıdır. hesab edirəm, həm ailə planlı şəkildə olmalıdır. Həm övladın dünyaya gətirilməsi planlı şəkildə. Bu günləri maddi imkanı olmayan şəxslər ailə qururlar və tez hamısı da cəmiyyətin təsiri altında bir şey yoxdur, uşaq yoxdur deyərək onları sövq edir. Əslində hər şey planlı olmalıdır. Ailə də, nişanlılıq da, uşaq da və onda sağlam bir, yəni şəxslər eyni istiqamətdə baxırlar. Planlarını eyni istiqamətdə qururlar. Yəni fərqli-fərqli yöndə deyillər. Eyni istiqamətə baxmaq çox vacibdir hesab eləyirəm. Tamamilə doğrudur və ona görə də ailənin başdan qurulması məsələsi çox önəmlidir ki, düzgün qurularsa, ehtimal ki, düzgün də davam edər. Bu düzgün qurulmadığına görə son nöqtədə ayrılma ilə nəticələndə biz əsasən son nöqtəyə baxırıq. Amma ora sondur da, ora nəticədir. Ora gələnə qədər yollar var axı. Düzdür. Onlara da baxmaq lazımdır. Ona görə məncə hər bir insan çox gözəl daxilində bilir ki, mən bir mütəxəssisə gedim. Mən bir danışım. Mən bir soruşum. Bəzən bu videolara, xüsusilə qısa videolara baxmaqla insanlar elə bilirlər ki, yəni hansısa bir problemlərini həll elədilər. Bu belə deyil. Onda biz elə ancaq videolarda danışar bu cəmaət da heç kim fərdi şəkildə işləməzlər. Bəs bu insanlar fərdi şəkildə niyə işləyirlər? Çünki fərd olaraq sizin probleminiz başqadır. Sizin yanaşmanız, sizin dünya görüşünüz, sizin xarakteriniz, nə bilim, sizin fərdi psixoloji xüsusiyyətləriniz, bunlar hamısı ayrıdır. Və biz buna görə baxırıq. Bir də bu videolar dedin, bir də görürsüz ki, qeyri-mütəxəssis olan şəxslərin söylədiklərini qulaq asırlar, onların deyimi ilə hərəkət edirlər. Bu da doğrudan qeyri-professional bir məsələyə gətirir və doğrudan ailə dağılmalarının çox faizi ona da istinad etmək olar. Hətta baxırsan ki, eyni sahənin mütəxəssisləri qanuni olmadığı müddətcə fərqli fikirlər irəli sürürlər. Bu insanlara qəribə gəlir. Mən həmişə deyirəm ki, bu heç bir qəribəlik yoxdur. Əksinə, əlbəttə ki, bütün mütəxəssislər eyni şeyi deməyəcək ki. Onda elə bir nəfər bəs idi də. Düzdür. Bir var siz bir yerdən qanun oxuyursunuz. Bəli. Bu qanundur. Bunu da siz də oxusaz, mən də oxusam, o da oxusa, bu budur da, yəni maddə budur. Bu da mütəxəssisin fikridir, rəyidir. Bir də var ki, bəli, siz buna rəy verirsiniz. Bu qanunun harda necə istifadə olunmalı olduğunu bildirirsiniz. Yəni şərh verirsiniz buna. Bu artıq siz başqa bir tərəfdən yanaşasınız, o biri başqa bir tərəfdən. Mövqelər fərqlidir. Bu çox normaldır. Və insanlar baxır, bu bunu dedi, o onu dedi, bu bunu dedi. O da özünə görə sərf edən formada nəticəsini çıxarır. Sərf elədiyini götürür və müsbət nəticə olmur. Və ona görə hərəkət edir. Axı belə olmaz. Bunun bir obyektiv bir forması olmalıdır ki, sən gedəsən və özünə görə güvəndiyin bir insanın yanına gedəsən və ondan dəstək istəyəsən. Bu bir xidmət alma deməkdir. Bu bir əskiklik deyil. Həkimə getməyin əskiklik olmadığı kimi, sənin dişin, qulağın, burnun, mədən ağrıya bildiyi kimi, psixikada da bunlar baş verə bilir. Və bunun üçün mütləq mütəxəssisə getmək lazımdır. Yəni bu gün nə qədər qanunu biz bilsək belə, bizim məhkəmədə vəkilə ehtiyacımız var. Yəni sən mütləq vəkil tutmalısan. Yox, bu günləri inanırsınız ChatGPT-yə vururlar, iddia ərizələrini yazırlar, sonra da səhv müraciət eləyirlər. Yəni elə olmur. Hər şeyin öz yeri var. Mütəxəssisin də rəyi əsas rəylərdəndir. Yəni hətta məhkəmələrdə də psixoloqun, ekspertin rəylərindən istifadə olunur, vacib faktorlardandır. Bir də bu xoşbəxt ailə qurmaq üçün 3 şərt, əsas hansı şərt olmalıdır ki, doğrudan ailə xoşbəxt olsun? Birinci növbədə insanın özünü tanıması. İkinci növbədə ailənin nə olduğunu bilməsi, münasibət nədir, necə qurulur. Və üçüncü növbədə
qarşı cinsin xüsusiyyətlərini bilməsi. Baxın, o adamı demirəm. Elə təkcə oğlandırsa qızın, qızdısa oğlanın xüsusiyyətlərini, ümumi xüsusiyyətlərini bilməsi belə ona kömək eləyər. Baxırsan ki, yəni bir kişi ondan soruşaq, deyək ki, ümumiyyətlə səncə qadın necə varlıqdır? Bax, o buna necə cavab verirsə, əmin olun gedir həyat yoldaşı ilə o cür davranır. Əgər o deyirsə ki, qadın çox gözəl varlıqdır, qadın çox zərif varlıqdır, qadına daim diqqət göstərmək çox yaxşı olar, qadın sevərsə çox gözəl sevir. Bax belə xoş Bəli. ifadələr işlədirsə, əmin olun o qadınına çox gözəl davranır. Ya da əksinə. Və yaxud da eyni şəkildə bir qadından biz soruşsaq ki, kişi necə bir şeydir? Bu kişi necə bir Bəli. şeydir? O kişi psixologiyası haqqında nə qədər məlumatlıdır? Bax, məlumatlı olmadığına görə, çünki bir ümumiləşmiş məlumatlar var, Bəli. bir də spesifik. Yəni mən öncə qadın və ya kişi psixologiyasını bilməliyəm. Daha sonra da özümünkünün psixologiyasını bilməliyəm. Mən ümumini bilmədən fərdiləşdirə bilmərəm. Əvvəlcə ümumi xüsusiyyətləri biləcəm. Hamı psixoloq olmayacaq, Bəli. amma hamı gördüyü işi ən azı o qədər bilir. Yəni siz aşpaz deyilsiz, amma yemək bişirə bilirsiniz. Düzdür. Filan kəs tarzən deyil, amma tar çala bilər. O müğənni deyil, amma bir mahnı oxuya bilər. Biaqları, yəni dediyimiz kimi də elementar olaraq tanımaq üçün əsas elə o elementar sualları, bu anasına necə münasibəti var, nə bilim, keçmiş sevgili münasibətləri necə olub, yəni elementar bir şeylə özləri üçün Bu götürə çox bilərlər. vacibdir, bunu da Bəli. vurğulayım. Bəli, çox doğru dediniz ki, bu çox önəmlidir. Məsələn, gənclər əgər bizi izləyərlərsə, baxın, o romantik dönəmdə əsas olan sizin belə deyək partnyorunuzun sizə olan münasibəti deyil. Bəli. Sizdən başqa kim varsa onlar olan Bəli, münasibət. çünki təbii ki, ən gözəl, ən yaxşı vəziyyətini göstərir qarşı tərəfə. Bəli. Baxın görün ofisiantla necə Bəli, davranır. bəli. Park yerinə baxan adamla necə davranır, usta ilə necə Bəli. davranır, nə bilim, bir dostu ilə necə danışır, hansı sözləri işlədir. Çox yox, bir qədər sonra, çünki sizlə də Maska eyni münasibətə düşəcək. gələcək. Bəli. Təşəkkür eləyirəm Elmir, bu gün xoş oldu. Çox sağ olun. İnşallah yenə görüşərik, yeni belə faydalı müzakirələri edərik.